Ləzzət dolu mətbəximdən hər kəsə salamlar. Siz də mənim kimi bir xəmirdən bir neçə cür şirniyyat hazırlamağı sevirsinizsə, videonu sona qədər izləyin. Ərzaqların dəqiq miqdarını postun altında qeyd etmişəm. İlk əvvəl yaxşı xəmir yoğururam, onu içliklə doldururam. Mən qoz və şəkər tozundan istifadə etdiyim içlik üçün siz istəsəniz umaz da hazırlaya bilərsiniz. Mən həm klassik çətə formasında, həm də qızılgül formasında çətələr hazırladım. Hazırladığım formanı listlərə yığıb 180 dərəcəlik sobaya göndərdim. Ən sonuncu üsulu isə qat-qat xəmir formasında çətələrdən hazırlayıram. Xəmiri çox da nazik olmayacaq şəkildə açıb, bir hissəsini içilikdən qoyub, digər hissəsini üzərinə bağlayıram. Təkrar xəmiri açdıqdan sonra yenə boş olan bir hissəsinə içilikdən qoyub, digər hissə ilə üzərini bağlayırıq. Biz bu üsulla 4 dəfə etdikdən sonra xəmiri uzun formada açıb, istədiyimiz formada kəsib, yumurtalayıb listə düzürük. Çox dadlı şirniyyatlar alınır, mütləq hazırlayın. Mənə də dua edəcəksiniz. Hazırlayacaq olan hər kəsə nuş olsun.